Dördüncü sual. Dördüncü sual bucağın təmirlərin üzərində götürülmüş nöqtədən bucağın tərəflərinə endirilmiş perpendikulyarların bərabər olduqlarını biz ispat edəcəyik. Gəlin bu şəkili biraz böyüdüm. Başlayaq. Deməli, burada nə var? Bu təmböləndir. Yəni bucaq burada nə edir? Yarıya bölünür. Bura alfa deyirəm. Gəlin mən bura bir beta deyirəm. Onda düz bucaqlı, üç bucaqda alfa plus beta iti bucaqlar olduğuna görə 90 dərəcədir. Eynən də bu altdakı üç bucaqda da alfa plus beta nə olurdu? 90 dərəcə olması üçün yuxarıya bucaqda en qalır. İndi bax bu 2-3 bucaq oxşar üç bucaqlardır. Çünki bucaqları eynidir. Bucaqları eyni olan üç bucaqlar nə idi? Oxşardır. İki bucağın eyni olması onların oxşar olması deməkdir və hətta kongruentdir. Çünki onların hipotenuzları da ortaqdır. Hipotenuzlarına fikir verin. 90 dərəcənin qarşısındakı nədir? Ortaqdır. Onda bax bu üç bucaqların bərabərlik əlaməti var. Deyilir ki, bura baxın, üç bucağın bir tərəfi və ona bitişi iki bucaq, baxın alfa beta. Digər üç bucağın bir tərəfi və ona bitişi iki bucağı bərabərdirsə, yəni tərəf və iki bucaqlar eynidirsə, onda bu üç bucaqlar eynidir. Biz bunu sinuslar teoremi ilə də ispat edə bilərik. Biz bunu trigonometriya ilə də ispat edə bilərik. Amma elə bərabərlik əlaməti bəsdir. Bərabərlik əlamətində nə var? Bucaq, tərəf, bucaq əlaməti, BTB əlaməti. Yəni bir tərəf və ona bitişi iki bucaq, digər üç bucağın bir tərəfi və ona bitişi iki bucağa bərabərdirsə, bu üç bucaqlar eynidir, yəni kongruentdir. Bu sözləri oraya yazmalısınız. Onda uyğun bucaqların qarşısındakı tərəfləri də nə olurdu? Eyni olurdu. Bax, alfanın qarşısındakı bura H-dırsa və yaxud A yazaq A-dırsa, onda burada A-dır. İspat etdik. Və yaxud da ki, bunu necə demək olardı? Məsələn, trigonometriya ilə deyərdim. Tutaq ki, bunlar eyni deyil. Tutaq ki, bura X-dir. Bura hipotenuzdur. Burada X-dir. Bax, bu üç buzaqda sinusu yazardım. Sinus alfa qarşıdakı katetin hipotenuza nisbətidir. Keçərdim altdakı üç buzaqda da sinus yazardım. Yenə bura X deyil. Buranı bilmirəm. Burada tutaq ki, bir M deyim. Buranın da M-in nəyə nisbəti S-yə. Bu S-lər getdi. X-lə M-in nə olduğunu aldıq. Bərabər olduğunu aldıq. Deməli, burada nəymiş X-miş. Biz bunu ən çox belə deyirdik. Bucağın təmirlərin üzərindəki götürülmüş nöqtədən tərəflərə qədər məsafələr eynidir. Bu çox istifadə olunan qaydadır. Hələ indi betanın qabağındakı bu tərəf də betanın qarşısındakı bu tərəflə eyni olacaq. Yəni, baxın bununla göstərim. Burada bura ilə eyni olur. Məsələn, bu çevrədə də çox istifadə olunan qaydadır. Yəni, bura Y olanda bura Y olur. Belə. Hazır. İspat etdik.